Sürücü magistral yolda sürət həddini kəskin şəkildə artıraraq təhlükəli vəziyyət yaradıb. O, həmin anları videoya çəkərək sosial şəbəkədə paylaşıb. Belə ki, BYD markalı avtomobilin sürücüsü sürət həddini saatda 187 km çatdırıb. Onun bu hərəkəti geniş müzakirələrə səbəb olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional bölməsindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 20 FH 795 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobili yüksək sürətlə idarə edən sürücü 37 yaşlı Elçin Allahverdiyev saxlanılıb. Avtomobil mühafizə olunan duracağa yerləşdirilib, sürücü barəsində hüquqi məsuliyyət tədbirləri görülür.